Bunlar hamısı, yəni övladımızın avtizm spektr pozuntusunun ağırlıq dərəcəsini müəyyən edən şkalalardır, belə deyim ki. Bəs avtizm, belə deyim sizə ki, avtizm spektr pozuntusunun deməli yaranma səbəblərini dedik, növlərini dedik. Bəs övladımıza baxdığımız zaman onun avtizmli olub olmadığını necə bilə bilərik? Dediyimiz kimi, avtizm bir beynin inkişaf ləngiməsidir və bu ana bətnindən sonra, artıq uşaq dünyaya gəldikdən sonra 8 ayından etibarən ana üstünə düşülməlidir. Vaxtında övladımızın problemlərini görüb ona düzgün şəkildə, düzgün bir təlim yolu seçilməlidir. Deməli, belə deyək, əsas göstəricilərimizi biz saydıq ki, avtizmin əsas göstəriciləri nələrdir? Bundan başqa stereotiplər vardır avtizmdə. Bəs bu stereotiplər nədir? Bu stereotiplərdə məsəl üçün barmaq ucunda yeriməsidir, əl çırpmasıdır, əllərinin qanad çalmasıdır, davamlı əlini nəyəsə vurmasıdır, davamlı nəsə bir səslər çıxartmasıdır və o səsləri çıxartdığı zaman da övladımız onunla təmin olunur. Yəni ki, övladımıza həmin səslər çıxartdığı zaman onu rahatladır, onu sakitləşdirir. Əlini bir yerə vurduğu zaman eyni şəkildə davamlı bu bir əşya olsun, bir qapı olsun, hər hansı bir kağız parçasına belə davamlı vura-vura o özünü onunla rahatlatmış olur. Bundan əlavə, məsəl üçün, sevindiyi zaman əl çırpmaları olur, əşyanı fırlatmaları, məsəl üçün, davamlı xırda bir əşyanı götürür, onu fırladır. Öz ətrafında fırlanması olsun. Bunlar hamısı stereotip hərəkətlərdir. Bunların avtizmdə olan əlamətlər sırasına sayırıq. Yəni, əgər sizin övladınızda qanad çırpma varsa, özü ətrafında fırlanma varsa, işığı yandırıb söndürməsi varsa, əl çırpması varsa, davamlı əlini bir yerə çırpa-çırpa çırpması varsa, bu zaman övladının stereotipləri vardır. Mümkün dərəcədə bu stereotiplər üçün düzgün bir mütəxəssisə yönəlməyinizi məsləhət görürük. Bayaqki suala gəldiyimiz zaman, yəni avtizm danışdığımız zaman mütləq şəkildə onda deyirik ki, avtizmdən çıxma. Avtizmdən çıxma nədir? Avtizmdən, övladımız avtizmdən çıxdı. Və yaxud da bir də görürsünüz, psixologlar deyirlər ki, sizin uşağınızı 5 yaşına qədər tam məktəbə yola salacaq və valideyn elə bilir ki, 5 yaşına qədər gələcək, 5 yaşında övladım avtizmdən çıxmış olacaqdır və normal həyatımıza geri dönəcək. Zaten avtizm uşaqlarımıza biz qıraqdan baxdığımız zaman çox da bir inkişafında çox da bir fərqlilik hiss etmirik. Yəni, onunla əgər biz kontakta girməyəcəksə, əlaqəyə girməyəcəksə, o qədər fərqli hiss etmirik. Çünki fiziki inkişaflarında bir fərqlilik yoxdur. Yəni, belə deyim də sizə, ya başları böyükdür, ya əlləri böyükdür. Yəni, fiziki, necə bizim digər uşaqların fiziki inkişafı varsa, avtizm spektr pozuntu uşaqlarında fiziki inkişaflarında bir problem olmur. Yanaşı olaraq ola bilər ki, məsəl üçün, belə deyək də, serebral ola bilər, yanaşı olaraq bir başqa bir xəstəlik daşıyıcısı varsa, o zaman onun qıraqdan nəsə bir şey hiss etmiş ola bilərik. Amma ümumi olaraq belə bir şeylər hiss etmirik. Ona görə də valideynlərə deyildiyi zaman ki, övladınız avtizmdən çıxıb, yəni bu o demək deyil ki, övladınız bir avtizmdən qutardıqdır. Bu o deyildir. Sadəcə olaraq valideynə biz bildiririk ki, övladınızda avtizm stoplanıbdır. Yəni, digər uşaqlar kimi öz həyatına davam edəcəkdir. Amma bu o demək deyil ki, o uşağın bir fərqliyi olmayacaqdır. Əlbəttə bir fərqliyi olacaqdır. Məsəl üçün, belə deyim də, sözü bəzi vaxtlarda bəzi sözləri biz demirik, deyirik ki, məsəl üçün də xətrinə deyə bilər, inciyə bilər, deməyək. Amma məsəl üçün, avtizmli uşaqlar bunu fikirləşmədən həmin sözü danq deyə, belə deyək də, üzə deyə bilərlər. Yəni, fikirləşməzlər ki, onun xətrinə deyiləcək ya yoxdur, bu deyilməlidir ya yoxdur. Yəni, buna xoşdur. Və yaxud da ki, stereotiplərdən danışanda, məsəl üçün deyim, universitetə gedən, oxuduğum məqavilələrdə falan, Azərbaycanda qabağıma çıxmayıb, amma
Xaricdə oxuduğumuz məqalələrdə falan var ki, biz deyirik ki, uşağın stereotipləri çox pisdir, bəs belədir. Stereotip varsa qıraqdan çox yaxşı görünmür uşaq. Amma ki, bir müddətdən sonra stereotipləri də idarə edə bilirlər. Məsəl üçün, mənim oxuduğum bir məqalədə belə bir şey var idi. Amerikada onun psixiatrı bildirir ki, məsələn, autizmi stoplayıb, amma bir dənə stereotipi qalıb ki, ətrafında fırlanması və bu insan hər dəfə universitetdən gəlir evə, özünü rahatlatmaq üçün bir 10 dəfə, 20 dəfə ətrafında fırlanır. Amma özünü elə bir vəziyyətə gətirib ki, bunu insanların içərisində etmir. Gəlib öz otağında daha qapalı bir ərazidə edir ki, digər insanlar bunu görməsinlər və onun fərqindəliyini hiss etməsinlər. Yəni bir müddətdən sonra bunu etmək olur. Autizmin müalicəsi. Autizmin müalicəsi ancaq təlimdir. Yəni təlim. Erkən yaşda da başlayırıq bu təlimlərə və bu erkən yaşda başladığımız təlimlər övladımızın ağırlıq dərəcəsinin, simptomlarını aşağı salmağa bizə köməklik göstərir. Amma bu da nədən asılıdır? Yenə də övladımızın potensialından asılıdır. Bəzi uşaqlar vardır ki, onlar öyrənməyə açıqdırlar. Yəni Autizm spektr pozuntusunun ağır dərəcəsi olsalar da onlar öyrənməyə açıq olduqları üçün dərəcəni aşağı salmaq, orta dərəcəyə gətirib çıxartmaq olur. Və yaxud orta dərəcədirsə yüngül dərəcəyə gətirib çıxartmaq olur. Amma bəzi uşaqlarda vardır ki, orta dərəcədirlər, amma öyrənməyə o qədər qapalıdırlar ki, o uşaqlara bir şey öyrətmək olmur. Yəni özlərini çəkirlər dara. Ona görə də bizim keçdiyimiz bu təlimlərdə əsas nöqtə övladımızdır. Yəni övladımızın öyrənmə həvəsidir. Təlimə gəldiyi zaman övladımız əgər öyrənmə həvəslidirsə, öyrənmək istəyirsə, o zaman övladımız irəli gedəcəkdir. Daha sürətlə irəli gedəcəkdir. Yox, əgər həvəsli deyilsə, daha yavaş irəli gedəcəkdir. Sualımız, autizmli uşaq neçə yaşdan terapiya başlasa nəticələr görünə bilər? Autizmli uşaqlarda ümumiyyətlə deyim ki, terapiyamız 8 ayından etibarən artıq uşaqlarda görülür autizm spektr pozuntusu. Bunun üçün də valideynlər övladlarını düzgün müşahidə edə bilərlər. Yəni bizim Azərbaycanda mənim hələ qabağıma çıxmayıb 8-9 ayında uşağı terapiya aparmaq. Amma xarici ölkələrdə artıq valideyn övladında gördüyü zamanda 8-9 ayından belə terapiya aparan valideynlər var. Azərbaycanda isə mənim ən tez qabağıma çıxan, yəni öz müşahidələrimdən də gördüyüm 1 yaşından, 1 yaş yarımından artıq təlimi aparan valideynlər var. Amma əsasən bu autizm spektr pozuntusu 2 yaşından daha çox görüldüyü üçün, valideynlər daha çox hiss etdikləri üçün, ona görə 2 yaşından belə gətirdikləri zaman biz erkən, yəni daha tez üstünə düşüldüyünü qəbullanırıq. Yəni 2 yaş. Çünki elə valideynlər var ki, 4 yaşında belə, 5 yaşındadır, hələ də gətirmirlər. Ona görə də 2 yaşından Azərbaycana uyğun şəkildə desək, 2 yaşından gətirdikləri zaman təlimdə çox yaxşı effektlər görürük. Məsələn, valideyn 2-3 əlamət deyə bir saniyə. Valideyn bunu uşaqda görsə, terapiya gətirə bilsin. Əlbəttə deyə bilərik. Bunun üçün nədir? Bir övladımızın yaş kateqoriyasına fikir verməliyik. Əgər övladımızın 2-3 yaşındadırsa, övladınız göz kontaktı qurmursa, yəni göz təması yoxdursa, adına reaksiyası yoxdursa, çağırdığımız zaman baxmırsa, müəyyən fərqli stereotipləri varsa, öz dünyasındadırsa, ancaq bir şəxsə bağlıdırsa və yaxud da heç bir şəxsə bağlı deyilsə, ətrafında fırlanırsa, əlində bir şey yerlədirsə, barmaq ucunda gəzirsə, əşyaları sırayla düzürsə, paltaryona baxırsa, fırlanan əşyalar saydığımız zaman paltaryanın fırlanmasına, ventilatorun fırlanmasına, işığı yandırıb söndürürsə, qapını açıb bağlayırsa, uşağın ancaq özünün xırda bir maraq dairəsi varsa, ondan başqa heç bir şeylə oynamırsa, 1-2 oyuncağı var, ancaq onunla oynayırsa, ya toxunduğumuz zaman istəmirsə ona toxunmaq, qışqırması yarım saatdan artıq qışqırıb etirazlar edirsə, sonra əsasən yalnızlığı seçirsə, insanlarla oynamırsa, mənasız şəkildə gülmələri varsa,
artıq övladımızı məsəl üçün mütləq şəkildə bir mütəxəssisə göstərilməlidir, psixiatr yanına gedilməlidir ki, övladımızda artıq müəyyən davranışlar vardır. Təkrarlayıcı davranışları varsa, əşyaları davamlı sırayla düzürsə, maşının təkəri ilə, maşının oyuncaqları öz funksiyasına uyğun yox, tam fərqli funksiyada oynadır. Məsəl üçün, maşın sürülməlidir, maşın sürmür, maşını çevirir, sadəcə təkərini fırladır. Və başlayır ancaq fikri ora getməyə, yəni çağırdığınız zaman da heç bir reaksiya vermirsə, evdə başqa bir uşaq varsa, o uşaqla oynamırsa, artıq biz övladımızda bir fərqindəlik olduğunu hiss eləməliyik və bu fərqindəliklə övladımızı bir düzgün mütəxəssisə göstərməliyik. Başqa nəsə suallarınız olarsa, sualınız üçün bir daha çox sağ olun. Başqa da nəsə suallarınız olarsa, zəhmət olmasa qeyd edərsiniz. Hamısını cavablandırmağa çalışacağam. Deməli, pəhriz. Gələyim pəhrizə. Yəni, bir çox mütəxəssislər bildirirlər ki, yəni bir çox demin, bəzi mütəxəssislər bildirirlər ki, autism spektr pozuntusunda pəhriz çox önəmlidir. Pəhriz etdiyimiz zaman uşaq düzələcəkdir. Xeyr, bu belə deyildir. Autism spektr pozuntulu uşağın əgər mədə-bağırsaq sistemində bir problemlər yoxdursa, onu və yaxud da glutenə qarşı bir allergisi yoxdursa, allergiyalı uşaq deyilsə, pəhriz etməyimizə ehtiyac yoxdur. Pəhrizlə autism spektr pozuntusu düzəlmir. Yəni, biz... Bir saniyə. Pəhrizlə autism spektr pozuntusu düzəlmir. Pəhrizlə autism spektr pozuntusunu həll etmək olmaz. İndi gələk autizmdə doğru bilinən yanlışlara. Bunlar nələrdir? Yəni, bəzən valideynlər autizmdə doğru bilinən yanlışlarda səhv salırlar ki, bizim övladımızda bu yoxdur, bizim övladımız autizm deyil, mütəxəssis səhv diaqnoz qoyub və yaxud da ki, öz mərkəzi var, öz mərkəzinə göndərmək istəyir, ona görə autizm diaqnoz qoyulub. Nə oldu? Neçə illərdir ki, autizm deyə bir şey yox idi, amma indi autizm hamıya, gələn gedənə hamıya autizm deyirlər. Xeyr, bu belə deyildi. Yəni, əvvəllər də autizm olub. Sadəcə olaraq, əvvəl uşaqlar öz aralarında böyüdükləri üçün bu dərəcədə gözə çarpmırdı. Sadəcə, məsəl üçün, mən özüm uşaq olanda fikirləşirəm ki, indi məktəbdə bizim uşaqlarımız var idi ki, bəzi uşaqlarımızda çox qəribə hərəkətlər var idi. Özlərini düzgün idarə edə bilmirdilər və yaxud da çox qəribə stresiv hərəkətlər var idi. İndi məsəl üçün, biz onu mən özümdə deyirəm ki, doğrudan məsəl üçün, mənim 3-cü sinifdə oxuyanda bir sinif yoldaşım var idi. O davamlı əlini çırpırdı. Müəllimə deyirdi, gəl lövhəyə, dərsə danış, o danışmırdı. Adını çağırırdım, baxmırdı. Amma bu uşaq bizi ilə eyni məktəbdə oxuyurdu, bizi ilə eyni partada otururdu. Yəni, biz o dövrdə onun bir fərqli uşaq olduğunu bilmirdik. Amma indi elə deyil, indi artıq valideynlər daha çox öyrənməyə meyilli olduqları üçün artıq övladlarında bir problem olduğunu zaman tez bir zamanda bunun üzərinə düşüb bu problemi aradan qaldırmağa çalışırlar. Gələyin autizmdə doğru bilinən yanlışlara. Məsəl üçün, autizm uşaqlar heç vaxt danışmırlar. Belə bir termin var. Deyirlər ki, əgər danışırsa bu autizm deyil, səhv diaqnozdur. Xeyr, bu belə deyildir. Autizmli uşaqlar danışırlar. Hətta məndən də gözəl danışan, gözəl nitqi olan autizmli uşaqlarımız vardır. Sadəcə olaraq, yenə də bu autizmin gəlir növlərinə, yəni yüngül, orta, ağır növdə olmasına, yəni o problemin ağırlığına gəlir. Yəni, autizmli uşaqlar danışırlar. Danışmamaq deyə bir şey yoxdur. Ola bilər ki, bizim ağır dərəcəli autizmli uşağımız olsun, artıq bu uşaq 7 yaşına qədər heç bir heca demirsə, heç bir səs çıxartmırsa, heç bir nitqi bir qabiliyyət irəli sürmürsə, bu zaman artıq 7 yaşından sonra nitqimiz artıq bağlandığı üçün o uşaq danışmır. Amma autizm uşaqlar danışmır deyə bir şey yoxdur. Autizm uşaqlar danışırlar. Məndən də gözəl danışanları şəxsən var. Bir də belə bir şey deyirlər. Stereotiplər varsa, bu uşaq 100% autizmdir. Xeyr, belə deyildir. Stereotiplər təkcə autizmli uşaqlarda olmur. Stereotiplər toxunsal ola bilər, eşitsel ola bilər. Bu stereotiplər normal insanlarda da olur. Duyu problemi olan uşaqlarda da stereotiplər vardır. Yəni, stereotiplər sırf autizmin əlamətləri olmur. Bir də belə bir şey deyirlər ki, autizmli uşaqlar göz təması qurmur.
mənim gözümün içərisinə baxırsa o uşaq nətər olar, o autizm olar. Belə bir deyim vardır. Amma bu da belə deyildir. Göz təması da ola bilər, amma necə göz təmasıdır? Donuq göz təmasıdırmı, yoxsa normal göz təmasıdırmı? Yəni göz təması qurduğu zaman bir emosiya ifadə edirmi o göz təması, yoxsa sadəcə olaraq donuq şəkildə sizə baxırmı? Amma göz təması olan autizmli uşaqlarda az deyildir. Yəni sırf göz təması görə uşağımızın autizmli olub olmadığını deyə bilmərik. Autizmdən çıxma, bunu artıq 3-cü dəfədir təkrar edirəm. Autizmdən çıxma deyə bir şey yoxdur. Autizmi stoplamaq. Autizmi stoplaya bilərik, amma beynin inkişafında bu fərqindəlik varsa biz bunu heç bir şey edə bilmərik. Dərmanlarla autizmi müalicə etmək olar. Vitaminlər, çoxlu vitaminlər yazaq. Beynin yanaşı bir diaqnozu varsa uşağımızın, həmin diaqnoza biz təsir göstərmiş oluruq. Heç bir mütəxəssis deyə bilməz ki, sizin uşağınız autizmdir, bu dərmanı qəbul etsin, düzələcək. Belə bir şey yoxdur. Yəni, bunun həlli yolu bu deyildir, belə deyim sizə. Bundan başqa nə deyə bilərik? Autizmli uşaqlar hamısı üstün zəkalıdırlar, yüksək istedadları vardır. Xeyr, bu da belə deyildir. Yəni, autizmdirsə o bilsiz nə olacaq? Bizim bir sözümüzdə, o geni olacaq, o dahidir. Xeyr, autizmli uşaqların hamısının istedadı yoxdur. Yəni, normal, adi uşaqlar kimidirlər. Sadəcə 10%-ində bəli, üstün zəka, xüsusi istedad, xüsusi bacarıq olmuş ola bilər. Bir də belə bir deyim vardır. Peyvənd etdim, mənim uşağım tam sağlam idi, heç bir problemi yox idi. Övladımı peyvənd etdim, peyvənddən sonra oldu övladım bura. Peyvənddə nə var idisə peyvənddə idi. Bunun da bir sübutu yoxdur. Sadəcə olaraq valideynlər əsasən 18-36 ayın da uşaqlarında problemi görürlər. Bu dövr ərazisində də və peyvəndlər düşdüyü üçün, ağır 3 peyvənd düşdüyü üçün valideynlər elə bilirlər ki, o peyvəndin təsiridir. Xeyr, o peyvəndin təsiri deyildir. Yəni, bunun sübuta getirilmiş bir məqaləsi mi deyim, bir sübutu yoxdur. Yəni, övladımıza sırf peyvəndlər təsir göstərərək övladımız autizm olmur. Autizm spektr pozuntusu peyvəndlərlə təsiri yoxdur. Və yaxud da ki, bəzən valideynlər deyirlər ki, çox ekrana baxıb, ona görə də uşaq autizmlidir. Xeyr, çox ekrana baxmaqla da, çox telefona baxmaqla da autizm olunmur. Yəni, autizmin ekrana baxmaqla, davamlı telefon izləməklə autizm olmur. Autizm dünyaya yəni, o şəkildə gəlmiş olur. Beynin inkişaf ləngiməsi ilə, inkişaf pozuntusu ilə gəlir. Yəni, beyində olan bu pozuntudur. Yəni, buna təsir göstərmir ekran. Düzdür, autizmli uşaqları və normal uşaqları da zaten biz deyirik ki, ekrana çox baxmaları düzgün deyil. Onun inkişafına təsir göstərmiş olur. Amma yəni, sırf da ekranla autizm olunmur. Bundan əlavə, autizmli uşaqlar toxunmağı sevmirlər deyə belə bir termin deyimmi, kəlam deyimmi, valideynlər arasında olan bir yanlış düşüncə mi deyək? Xeyr, belə deyildir. Əgər övladımızın duysal problemləri varsa, toxunsal problemləri varsa, bəli, övladınız toxunmağı sevməyəcəkdir. Ona əl vurulmanı sevməyəcəkdir. Amma yox, əgər övladınızın belə problemi yoxdursa, yəni övladınız toxuna bilərsiniz, qucaqlaya da bilərsiniz, heç bir təsiri olmayacaqdır. Normal uşaqlarda belə ona toxunulmasını sevməyə bilərlər. Yəni, bunlar hamısı autizmə bağlanmır. Yəni, autizmdə var bu əlamətlər, amma hamısı sırf autizmə bağlanmırlar. Autizm odur ki, sosiallaşmaqda çətinlik çəkən uşaqlardır. Yəni, bir ortama girdikləri zamanda öz yaşları ilə tez əlaqəyə girə bilməməsidir. Yəni, sosial kommunikativ bacarıqların çatışmamazlığıdır. Təkrarlanan hərəkətlərin olmasıdır, məhdud hərəkətlərin olmasıdır. Beynin inkişaf ləngiməsi kimi qeydə alınır autizm. Yəni, bunlar heç bir autizmə gətirib çıxartmırlar. Autizmlə bağlı bu qədər, autizmlə doğru bilinən yanlışlar haqqında da
Bu qədər. Başqa kiminsə nəsə bir sualı varsa autizmlə bağlı buyurub yaza bilər, cavablandıra bilərəm. Bugün ilə əsasən elə autizmdə doğru bilinən yanlışlar. Bu haqda geniş bir məlumat vermək istədim. Çünki valideynlər bəzən səhv salırlar. Fikirləşirlər ki, əgər bizim övladımızda nitq varsa və yaxud da ki, övladımızın stereotipi yoxdursa, o autizm deyil və yaxud da ki, övladım pəhriz saxlayacağım, övladım autizmdən çıxacaq. Xeyr, bunlar belə deyildi. Bugün sizə ətraflı şəkildə bunun haqqında məlumat vermək istədim. İnşallah ki, danışdıqlarımız hansısa bir valideynə